Düşündüyünüz insan barənizdə nə fikirləşir? Gəlin ona baxaq. Xatırlatmaq istəyirəm ki, baxım ümumidir. Şəxsi baxım üçün Instagram üzərindən yaza bilərsiniz. Deməli, bu insanın burada status istəyində, yəni hər hansı bir vəzifə tutmaq ya da qlobal bir istəkləri var, hansı ki, qlobal bir şəkildə istəklərini yerinə yetirmək istəyir. Həmçinin də belə insanlara, hansılar ki, status tutur, vəzifə tutur, belə insanlara müraciət edə bilər və ya onlardan asılı ola bilər ki, istədiklərini əldə etsin. Bu insanın həmçinin də özünün status, yaxşı bir vəzifə tutmaq kimi bir şansı olduğu da göstərilir. Çünki bu insan əslində duyğularına qarşı çox belə kontrol edici insandır. Yəni öz duyğularını çox gözəl idarə edə bilir, kontrol edə bilir və həmçinin də bu insan deməli istəklərini əldə etmək üçün başqalarının duyğuları ilə də manipulyasiya etməyi bacarır. Dediyim kimi, çox gözəl kontrol etməyi bacaran və həmçinin də duyğularına sahib duran, duran insandır. Yəni, burada qoymur ki, hər hansı bir duyğusallığı ön plana keçsin. Çünki istəkləri çox böyükdür. Bu insanın həmçində dediyim kimi, öz hər hansı bir həyatında da qlobal yaxşı dəyişikliklər var ki, hansı ki, bu insana köməklik edir. Belə bir duyğusallığına, depressiyasına dursun və kontrol etsin özünü. Yəni, burada həmçinin də bəzi onun qlobal istəklərinin problemli olduğu da göstərilir. Çünki burada baxsaq, burada onun istəkləri çox yüksək olduğu üçün burada bu həmin negativ duyğularını kontrol etməyi də bu səbəbdən ola bilər ki, nə olsun ki, alınmır, mən edəcəm, mən çalışacağam. Burada bu da göstərilir. Burada baxsaq, deməli, bu insan sizi belə bugünlə yaşayan insan kimi görüb belə qiymətləndirmiş ola bilər bundan əvvəl. Çünki burada göstərilir ki, hər hansı bir sizin davranışınız ya da sizin görünüşünüz, sizin danışığınız bu insana çox belə bugünlə yaşayan insan kimi gəlirdiniz də ona. Yəni, gələcəyi fikirləşməyən, gələcəklə çox, yəni hətta siz desəz belə gələcəyi planlarım var ya da bu siz, yəni o insan sizdə bu ciddiyyəti görmürdü. Yəni ciddilik naminə bir deyək ki, davranış görmürdü bu insan. Həmçinin də bu insan deməli sizin hasant ilişki qurma istəyiniz olduğunu düşünmüşdü və ya sizin çox asant insanlarla connect qurub, yəni danışıq qurub, ilişki qurmağınızı da belə qiymətləndirmiş ola bilərdi əvvəl. Amma bu öz fikrində və ya analizində yanıldığını fikirləşir. Çünki bu insan fikirləşir ki, mən onu belə qiymətləndirirdim. Yəni çox belə asant insan kimi, çox belə necə var, elə də görünən insan kimi də, yəni dərin olmayan, gələcəyi fikirləşməyən, stabil olmayan bir insan kimi və həmçinin də asanlıqla bir ilişkiyə girib də o birisi ilişkiyə də anında girə biləcək bir insanmış kimi də sizi qiymətləndirirdi. Yəni çox ciddi olmayan insan kimi qiymətləndirirdi. Burada isə o tamamilə yanıldığını fikirləşir. Yəni onun əvvəl analiz etdiyi tamamilə yalanımış və o hiss edir ki, ya siz belə onu yəni manipulyasiya edib belə göstərmisiniz, ya da ki, özü yanılıb və sizin əslində çox stabil, çox belə toplumda gözəl qiymətləndirən, yəni toplumda standart olaraq, yəni standart görülən davranışların olduğunu görür. Yəni siz əslində çox da belə deyim, vurdum duymaz ya da belə stabil olmayan insan kimi görünə bilərsiniz, amma daxilinizdə siz çox belə stabil, çox sabit fikirli bir insansınız. Onu düşünür. Yəni burada həmin onun analiz etdiyi, gördüyü bir şey idi. Yəni çox da dərin olmayan insan, çox asant hansısa dəyişiklikləri edən, asant ilişkilərə girən, asant ilişkiləri bitirən. Amma burada əslində görür ki, siz toplumda qiymətləndirilən kimi stabil və düzgün dedikləri, yəni düzgün insan, yəni çox da dəyişiklikləri sevməyən, stabilliyi sevən insanmış kimi görür. Yəni burada onun əvvəl etdikləri analizlər səhv çıxdığını görür və anlayır.
Deməli, burada həmçinin bu insan əlavətən qiymətləndirmə olaraq sizi belə qiymətləndirir ki, bu insan istədiyini əldə etmək üçün hər əlində olan hər hansı bir mənə qarşı deyək ki, sirri varsa ya da davranış biçimi varsa, bunlar hamısını bu insan istifadə edəcək ki, məndən istədiyini alsın. Yəni burada belə bir insan kimi görə bilər və belə bir davranış tərzinizin olduğunu düşünə bilər. Həmçinin də burada yəni bəzi kateqoriyalar üçün demək istəyirəm. Əgər sizə bu insan nəsə vəd edirsə, nəsə deyək ki, ciddi ilişkidən dəm vurur ya da ciddi bir şey deyir. Yəni bu balaca faiz insanlar üçündür. Bu insan çox böyük bir manipulatordur və siz diqqətli olmalısınız. Çünki bu insan yəni bu cüzi faizdə olacaq belə bir şey. Çünki ümumi açılımdır. Yəni sizə ciddilik vəd edib də sonunda istədiyini almaq üçün, yəni sadəcə ciddi olmayan ilişki qurmaq da davranış kimi, yəni manipulyasiya edə bilər. Yəni buna diqqət yetirirsiniz.